Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Xəbər verdiyimiz kimi İtaliyanın Peruçi şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kung-fu üzrə Azərbaycan millisinin üzvləri vətənə qayıdıblar. Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar. Mətbuat Oxaza istinadən xəbər verir ki, kung-fu üzrə Azərbaycan millisinin tərkibində dünya çempionu olan Əminə Əliyeva bildirib ki, İtaliyanın Peruçi şəhərində keçirilən yarışda qızıl medal qazanmaq onun üçün elə də asan olmayıb. 2 ildən sonra Olimpiya oyunları olacaq. Orada yaxşı çıxış edəcəyimə ümid edirəm. Qeyd edək ki, Əminə Əliyeva Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin nəvəsidir. O, Leyla Əliyeva və Emin Ağalarovun övladıdır.